Bu ölkədə hər hansı bir evin pəncərəsinin önündə sarı çiçək var idisə, bu o deməkdir ki, bu evdə xəstə var. Küçədən keçənlər asta səslə danışırdılar ki, xəstəni narahat etməsinlər. Əgər hər hansı bir pəncərənin önündə qırmızı çiçək var idisə, bu o deməkdir ki, bu evdə gəlinlik çağına çatmış subay bir qız var. Evin önündən keçən gənclər danışıqlarına fikir verirdilər, uca səslə danışmır, ədəbsiz ifadələrdən qətiyyən istifadə etmirdilər. Bir oğlan üçün qız almağa elçiliyə gedəndə qız tərəfi oğlanın namaz qılıb qılmadığını anlamaq üçün şalvarının dizindəki izə baxırdılar. Yəni namaz qılan insanlar şalvarının dizindən bəlli olurdu. O halda qızı oğlana verirdilər. Qapının üzərində 2 toxmaq olurdu. Biri qalın, digəri isə incə. Qapını döyən adam qadındırsa, qapını incə toxmaqla döyürdü. Bu zaman qapını evin xanımı və ya qızı açırdı. Gələn kişi idisə qapını qalın toxmaqla döyürdü. Bu zaman qapını evin kişisi və ya oğlu açırdı. Evə qonaq gələndə qonağın ac olub olmadığını yoxlamaq üçün ona qəhvə və su verirdilər. Əgər qonaq tox idisə, qəhvəni götürüb içirdi. Yox, əgər qonaq ac idisə, suyu götürüb içirdi. Bunu görən ev sahibi qonağın ac olduğunu anlayıb süfrə salıb yemək gətirirdi. Oğlanlar sevdikləri qıza mütləq ən dəyərli hədiyyə olaraq güzgü alırdılar. Bunun mənası da o deməkdir ki, sənə səndən daha gözəl verə biləcəyim hədiyyə yoxdur. Bəli, bütün bu adət-ənənələr Osmanlı dövrünə aiddir.